Dünən Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının eks-sədri Məhəmməd Balaqadaşovun saxlanması barədə xəbər vermişdik. Bir neçə saat sonra Balaqadaşov bu məlumatı şəxsən təksib etdi. Ancaq Günün Səsi info yayılmış bu ziddiyyətli xəbərlə bağlı bir sıra yeni məlumatlar da əldə edib. Bəlli olub ki, yaranmış situasiyaya səbəb MT-nin İstintaq Baş İdarəsinin sabiq, hazırda həbsdə olan rəisi Mövlam Şıxəliyevin müsadirə olunan əmlaklar arasında məşhur Çoban Bulağı istirahət mərkəzidir. Bu istirahət mərkəzinin bir şəriki də YAP Xaçmaz təşkilatının sədri Məhəmməd Balaqadaşovun olması barədə hələ bir neçə gün əvvəl də məlumat paylaşılmışdı. Məhkəmə qərarı əsasında müsadirəyə yönləndirilən Çoban Bulağının şəriki obyekt olması isə məhkəmə qərarının icrası üçün maneə yaradıb. Bildirilir ki, Məhəmməd Balaqadaşovun ətrafında baş verənlər də bu proseslə bağlıdır. Məsələ ilə bağlı danışan Balaqadaşov bildirib ki, həmin istirahət mərkəzi ona aiddir. Çoban Bulağı mənimdir. Bunu bizim zonada hamı bilir. O vaxt MTN-dəki səlahiyyətlərindən istifadə edən Mövlam Şıxəliyev bu istirahət mərkəzini əlimdən zorla almışdı. Mən də şikayət edirəm, buranı heç kəsə verəsi deyiləm. Öz zəhmətimin nəticəsində qurulub deyə Məhəmməd Balaqadaşov əlavə şərh vermədən imtina edib.